Allahümme salli ala Muhammedin ve ali Muhammed. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve bihi nesta'in. Ve huve hayrun nasirin vel mu'in. Amma ba'd. Usul-i Kafi kitabının birinci cildinde Hazreti Emir-el-Mu'minin aleyhisselamdan bir hadis nəql olunur. Hadiste Emir-el-Mu'minin aleyhisselam belə buyurur. Həbətə Cəbrailu alə Ədəm fəqalə. Cəbrail aleyhisselam Adəm aleyhisselamın yanına Allah tərəfindən indi və ona belə buyurdu ki, Ya Ədəm, inni umirtu ən uxayyirəkə vahidətən minəs-sələs. Mənə əmr olunub ki, üç şeydən birini sənin ixtiyarına ver. Yəni, üç şeylə nazil olmuşam, gəlmişəm və mənə əmr olunub ki, onlardan birini sənin ixtiyarında qoy. Fəxtərha və də'ithneyn. Bəs o üç dənədən birini seç və ikisini geri qaytar. Fəqalə ləhu Ədəm. Adəm əleyhissalam buyurdu ki, Ya Cəbrail, və məthələs. Ey Cəbrail, o üç dənə şey nədir? Fəqalə, Cəbrail əleyhissalam belə cavab verdi. Əl-əqlu vəl-həyau vəd-dinu. Üç şey, biri əql, ikincisi həya, üçüncüsü din. Hər üçünün insan həyatında, hər üç amilin insan həyatında xüsusi bir rolu var. Əql, din və həya. Fəqalə Ədəm. Adəm əleyhissalam buyurdu ki, İnni qəd ixtərtul əqlə. Mən əqli seçdim. Artıq üçündən birini ki dedin seç, mən artıq əqli seçmişəm. Fəqalə Cəbrailu lil-həyə və din. Bu zaman Cəbrail aleyhissalam həya və dinə buyurdu ki, İnsərifa, siz artıq gedin, yəni ayrılın, siz gedin. Və dəəhu, əqli çağırdı. Yəni həya ilə dinə dedi ki, siz artıq gedin, əqli çağırdı qabağa. Fəqalə, bu zaman həya və din belə dedi ki, Ya Cəbrail, ey Cəbrail, İnnə umirnə ən nəkunə məəl-əql heythu qən. Bizə bəs əmr olunub ki, əql harda olsa biz də orada olaq. Yəni bizim ixtiyarımız yoxdur. Bizə belə bir qüdrət verilməyib ki, biz əqldən ayrılaq. Bizə də əmr olunan budur ki, əql hardadırsa biz də orada olaq. Qalə Cəbrail əleyhissalam bu zaman belə dedi. Fəşə'nəkumə və ərəcə. Sizin şə'niniz, sizə layiq olan elə budur. Yəni, əql olan yerdə həya da olar, əql olan yerdə din də olar. Əql bu ikisini özündə cəm eləyən bir amildir. İmam Sadiq əleyhissalam başqa bir hədisdə buyurur, Lə imənə limən la həya əllə. O şəxsin ki, həyası yoxdur, imanı da olmaz. Yəni, imanın, dinin, həyanın özündə birləşdirən əqldir. Bəs Quran-ı Kərimdə Allah təbarək və teala bir çox ayələrində buyurur ki, Əfələ yəqilun, onlar düşünməzlərmi? Ki, əql həqiqətən də insan üçün böyük nemətlərdən biridir. Esselamu aleykum və rəhmətullahi və bərəkətuh.